25 oktyabr Talış kəndi istiqamətində biz irəliləyəndə Talış kəndi istiqamətində olmuşdu. Partlayıcı atmışdılar. Mən özümü atdım o partlayıcının üstünə ki, digər yoldaşlarımı xilas edeyim. Yəni partlayıcı qəlpələr müəyyən qədər yanımdakı yoldaşlara dəyməsin. Qismətimdən elə oldu ki, həmən partlayıcının detonatoru köhnəyi olduğuna görə heç partlamadı. Qismətdən mən özüm də sağ qaldım. Biz orada hansı ki, yaralı yoldaşlarımızı çıxardanda topatan mərmisi yanımıza düşmüşdü. Maşının arxa qapıları sıradan çıxdı, arxa təkərlər sıradan çıxdı. Amma şükürlər olsun Allaha ki, maşın aşmadı. Maşın aşmadığına görə də diskin üzərində də olsaq, biz maşını sürüb o hadisə yerindən uzaqlaşdıq. Və mən belə maşını sürüb uzaqlaşdığında maşının içərisində 3 nəfər yaralı var idi, 2 nəfər də tibbi heyətdən var idi. Yəni 5 nəfəri mənim bu davranışımla xilas eləmək mümkün oldu. Bu da öz növbəmdə mənə çox ruh yüksəkliyi verir ki, bugünkü günü mən kimlərinsə yaşamağına vəsilə olmuşam.